Apple, Nvidia, Tesla, Facebook, Google kimi şirkətlərin səhmlərinə cəmi bir kliklə investisiya edib birjalardan pul qazanmaq istəyirsinizsə diqqətiniz məndə olsun. Çünki Birbank yeni Yaşıl bir bankını təqdim edibdi. Söhbət Birbank Invest tətbiqindən gedir. Bəs bu tətbiqlə nələr mümkündür? Necə qeydiyyatdan keçə, necə investisiya edə bilərik? Təlimata keçid eləmədən öncə qeyd edim ki, bu video investisiya məsləhəti deyil. Sadəcə tətbiqdən istifadə üçün təlimat xarakteri daşıyır. İnvestisiya üçün ilk olaraq Birbank Invest tətbiqini Play Store və App Store smartfona quraşdırıb proqrama daxil olmaq lazımdır. Açılan ekranda indi başla seçimini eləyib mobil nömrəmizi və şəxsiyyət vəsiqəmizin fin kodunu yazaraq davam et düyməsini sıxırıq. Bu zaman qeyd etdiyimiz nömrəyə təsdiqləmə kodu göndərilir. Gələn kodu müvafiq xanaya yazdıqdan sonra isə hesabımıza daimi giriş üçün 4 rəqəmdən ibarət şifrə təyin etmək tələb olunur. Bu prosesi də yekunlaşdırdıqdan sonra Birbank Invest'in ana ekranı açılır. İnvestisiyaya başlamadan öncə bizə lazım olan hesabımızın təsdiqlənməsidir. Bunun üçün elə ana ekranda çıxan profilinizi təsdiqləyin bölməsindən şəxsiyyətimizi təsdiq üçün 10 saniyəlik canlı video qeyd aparmaq lazımdır. Müvafiq kamera icazəsini verib yaxşı işıqlandırma olan yerdə bu görüntünü qeydə alaraq videonu göndər seçimini eləyək. Növbəti ekranda bizə xalis kapitalımızın miqdarı, investisiya təcrübəmiz və digər fəaliyyətlərimiz haqqında sorğu təqdim olunur. Bütün bu sorğunu da cavablayıb davam et düyməsini sıxaraq növbəti təsdiqləmə mərhələsi üçün e-mail ünvanımızı yazırıq. Bu zamanda qeyd olunan ünvana təsdiqləmə kodu göndəriləcək. Kodu yazdıqdan sonra isə investisiya hesabımızın təsdiqlənməsi üçün lazım olan bütün müqavilə və sənədlər ekranda gördüyünüz formada bizə təqdim olunur. Hər biri ilə tanış olub, aşağıda çıxan şərtlərlə də razılaşdıqdan sonra təsdiqlə düyməsinə klik eləmək kifayət edir ki, saniyələr içində hesabımız təsdiqlənmiş olsun. Budur, artıq ekranda gördüyünüz kimi investisiya etməyə artıq başlaya bilərik. İnvestisiya üçün təbii ki, ilk olaraq investisiya balansını artırmaq lazımdır. Bunun üçün isə kart əlavə etməyə ehtiyac yoxdur. Ana ekranda balansınızı artırın düyməsini sıxıb avtomatik şəkildə bir bank kartlarınızdan hesabınıza mədaxil edə bilərsiniz. Məsələn, mən nümunə üçün $10 ekvivalentində məbləği investisiya hesabıma köçürdüm. Əməliyyatdan saniyələr sonra isə vəsait hesaba yükləndi. Artıq demək olar ki, investisiya üçün hər şey hazırdır. Tətbiqin investisiyalar bölməsinə keçid eləyərək istər səhmlərə, istərsə də investisiya fondlarına yatırım eləyə bilərik. Əgər məşhur şirkətlər axtarırıqsa, biraz aşağı düşüb populyar bölməsinə daxil olmaq lazımdır. Burada videonun əvvəlində qeyd elədiyim şirkətlərin adları və səhmlərinin bazarda son dəyişim faizləri əks olunur. Məsələn, mən Tesla-nı seçirəm və $9 ekvivalentində sifariş yaradıram. Son təsdiqləməni elədikdən sonra əgər Amerika bazarında iş vaxtıdırsa, yerləşdirdiyim sifariş bir neçə saniyə ərzində ekranda gördüyünüz kimi icra olunacaq. Bu qədər sadə. Bununla da artıq mənim də Tesla'da $9 da olsa payım var. İndi geriyə ana ekranda hissələrin necə dalğalandığını izləyib gündəlik qazancı və ya itirdiyim məbləği izləmək qalır. Belə dostlar, ümid edirəm ki, Birbank Invest barəsində ilk təlimat videom sahə üzrə təcrübəsi olanların marağına səbəb oldu. Videonu yadda saxlayın ki, bir gün investisiya planınız olarsa dərhal tapıb addımları təkrarlayasınız. Rəydə isə yazın, investisiya ilə məşğul olursunuzmu? Əgər məşğul olursunuzsa, ən çox yatırım etdiyiniz texnoloji şirkət hansıdır? Rəy bölməsində qeyd eləyin.